Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Azərbaycan xilafətinin tərkibində mövzusudur. Gəlin başlayaq. Birinci suala baxırıq. Ərəb xilafət dövründə Azərbaycanda xərac adlanırdı. Deməli, Ərəb xilafət dövründə torpaq vergisi xərac adlanırdı. Sasanilər dövründə isə bu vergi xaraq adlanırdı. Ərəb xilafət dövründə Azərbaycanda vəqf torpaqları dini idarələrin ixtiyarında olan torpaqlardır. Məsələn, məscidlərə, mədrəsələrə aid olan nə varsa, hamısı vəqf torpaqlarında toplaşır. Bütün vergilər də ona gedir. Azərbaycanda Sasanilər və Ərəb xilafətinin vergi siyasətində oxşarlıq can vergisinin alınması, sadəcə fərqlər var idi adında. Sasanilərin dövründə Gezid, Ərəb xilafətinin dövründə isə cizyə idi. 7-ci əsrin sonunda Albaniyanın yenidən Xəzərlərin, Bizansın və ərəblərin müharibə meydanına çevrilməsinin səbəbi Cavanşirin ölümü idi. Sui-qəsd nəticəsində 681-ci ildə Cavanşir ölür. Bundan sonra hakimiyyətə gəlir Varaz Tridat. Bu dövrdə də artıq demişdik ki, Cavanşir 654-də Bizansla, 664-də Xəzərlərlə, 667-də isə ərəblərlə ittifaq bağlamışdı. Amma o öldükdən sonra bu ittifaq pozulur və yenidən mübarizə meydanına çevrilir. Ərəblərlə Xəzərlər arasında 650-ci illərdə baş vermiş Bələncər döyüşünün nəticəsi, ümumiyyətlə bu döyüşlərin hər birində Xəzər qoşunları xəlifənin qoşunlarına qalib gəlir, yəni ərəblərə. Sadəcə Hilat döyüşü 737-ci ildə burada ərəblər qalib gəlir və 722-ci ildə də Bələncər şəhərini ələ keçirir. Bundan başqa bütün döyüşlərdə ərəblər məğlubiyyətə uğramışdı. Xürrəmlər hərəkatının əsas nəticəsindən biri Əməvilərin sarsılması ola bilməz, çünki həmin vaxt hakimiyyətdə Abbasilər idi. Xürrəmlər 778-837-ci illəri əhatə edir. Əməvilər isə 661-750-ci illəri əhatə etmişdi. Azərbaycanda yerli dövlətlərin meydana gəlməsi. Deməli, bu ola bilər, çünki Azərbaycanda feodal dövlətlər yarandı, müstəqil Şirvanşahlar, Sacilər, Səlarilər, Rəvvadilər və Şəddadilər dövlətləri idi. Bir də Şirvanşahları da dedim, bu dövlətlər idi. Ərəb qoşunlarının Azərbaycana ilk hücumları olanmaz, bu 7-ci əsrdir. Xürrəm isə 8-ci əsrdir. İslam dini hakim dinə çevrilməsi, bu da 7-ci əsrdir. Ərəb-Xəzər müharibələrinin sona çatması isə 8-ci əsrin sonlarıdır. Yəni, bu Xürrəmlərin hərəkatının nəticəsi ola bilməz. Çünki Xürrəmi dedik ki, 8-9-cu əsrləri əhatə edir. Albaniya hökmdarı Cavanşirin xəlifə ilə görüşü nəticəsində Albaniyanın Xəzərlərdən asılılığından heç bir əlaqəsi yoxdur. Çünki xəlifə ərəblərə aiddir, Xəzərlərə yox. Xəlifə Albaniyanın müstəqilliyini tanımır, güya, amma tanımaqdan imtina etmir. Əksinə, deyir ki, xəlifə Albaniyadan alınan vergiləri 1/3 qədər azaltdı və onun daxili müstəqilliyinə toxunmadı. Yəni, müstəqilliyini tanımaqdan imtina etmir. Xəlifə Bizansa qarşı mübarizədə Albaniyaya kömək vəd etmir. Yəni, müttəfiq kimi yox, əsasən Albaniya ondan asılı vəziyyətdə düşür. Xəlifə Albaniyanın daxili müstəqilliyinə toxunmadı, bunu dedik və vergiləri 1/3 qədər azaltdı. Albaniya hökmdarı Cavanşirin Ərəb xəlifəsi ilə apardığı danışıqlar nəticəsində əhalidən alınan vergilər dedik 1/3 qədər azaldıldı. 8-ci əsrə aiddir. Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi 681, yəni 7-ci əsrə aiddir. Albaniya dövlətinə son qoyulması 705, yəni 8-ci əsrə aiddir. Nahəvənd Həmədan döyüşü 642-ci il, Kadisiya döyüşü 636-cı il. Ərəblərin Azərbaycana ilk yürüşləri isə deyək ki, Cənubi Azərbaycan, yəni Qəzvini tutmaq 639-dan sonra idi. Nahəvənd Həmədan 642, yəni bu ərəfələrdə eyni əsrə aiddir. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu 705-də. Əməvilərin Azərbaycan əhalisinin siyahıya alması 725, deməli 1 ilə 2 eyni əsrə aiddir. Sasani dövlətinin süqut etməsi 651-də, Xürrəmlərə Babəkin rəhbərlik etməyə başlaması 816-da. Ona görə bunların heç birindən əlaqəsi yoxdur. Eyni əsrə aiddir. Müsafirin başçılığı ilə üsyan 8-ci əsr. Xəzərlərin Azərbaycanda yürüşlərinin son qoyulması 8-ci əsrin sonu. Deməli, 1 ilə 2 eyni əsrə aiddir. Yeni düzgün variant olaraq götürürük. Digərlərinə baxaq. Kadisiya 636-cı il, Bəz qalası uğrunda döyüş 837-ci il. Kadisiya və Cənubidən döyüşlərin oxşar cəhəti. Kadisiya 636-da, Cənubidən 643-də olduğuna görə hər ikisi 7-ci əsrin birinci yarısında baş vermişdir. Həştədsər döyüşlərinin ümumi cəhətləri. Deməli, Həştədsər döyüşü nə vaxtdır? Birinci Həştədsər 829-da, ikincisi 836-dadır. Erkən feodalizm dövründə baş verir. Bəli, erkən feodalizm Azərbaycanda 3-cü 11-ci əsrləri əhatə edir. Ərəblər tərəfindən daxili müstəqilliyinə son qoyulmuşdur. Təbii ki də Albaniya 705-də Mehranlərə son qoyuldu. 8-ci əsrin əvvəlində xilafətin Qafqazın idarəsində etdiyi dəyişikliyə əsasən əmirliyin mərkəzinin köçürüldüyü şəhər deyir. Haradır? Burada da deməli Bərdə olmalı idi. Əvvəlcə Dəbli idi, sonra isə Bərdəyə köçürüldülər 705-dən sonra.
Sablan dağı yaxınlığındakı döyüş, bir də Hercəsər döyüşlərinin oxşar cəhəti hər ikisində də ərəblər məğlubiyyətə uğramışdı. Sablan döyüşü 731-ci ildə, Hercəsər döyüşü isə 829 və 836-cı illərdə baş vermişdi. Hercəsərdə ərəblərlə xürrəmlər, Sablan isə ərəblərlə Xəzərlər mübarizə aparmışdı. Uyğunluq gözlənilmişdi. 8-ci əsrdə süqut edib İskit padşahlığı Xeyr 590-cı ildə eramızdan əvvəl Kür döyüşündə Xəzərlər üzərində qələbə qazandı. Cavanşir bu düzgündə 662-ci ildə Atropatena hökmdarı Oros olmayıb, Albaniya hökmdarı olub, qardaşı da Kozis idi. Göytürk dövlətinin paytaxtı olub Ordu, yox, Uyğurun paytaxtı idi. Göytürkün paytaxtı Ötkən olmuşdu. Xəzər xaqanlığına da son qoyub, ərəblər yox, Kiyev knyazı Svyatoslav. Ona görə burada olduğu düzgün cavab B variantı. Ərəb dövlətinin yaradılmasından 75 il sonra, yəni 705-ci ildə Albaniyanın daxili müstəqilliyinə son qoyulmuşdu. Cavanşirin ərəblərə qarşı iştirak etdiyi ilk döyüş Kadisiya döyüşüdür, 636-cı ildə. Burada hökmranlıq dövrü demir, ona görə də rahatlıqla A variantını götürə bilərik. Cavanşirin sərkərdəlik dövrünə aiddir. Sasani hökmdarı hansı döyüşdə göstərdiyi qəhrəmanlığa görə Alban sərkərdəsi Cavanşiri yüksək səviyyədə mükafatlandırıb Kadisiya və Ktesifon döyüşlərində D. Xürrəmlər hərəkatının nəticəsi Ərəb xilafəti, deməli, Abbasilər xilafəti sarsıldı deyə Ərəb xilafəti qalib gəlmir. Xürrəmlər axırda təbii ki də məğlubiyyətə uğradılar. Babək edam edilir, amma yəni nəticədə Ərəb xilafəti sarsıldı. Xilafət lərzəyə düşdü. Ona görə də Y variantı düzgündür. Bundan sonra bir daha özünə gələ bilmir. Azərbaycanda müstəqil dövlətlər yaranır. Xürrəmlər hərəkatının səbəblərindən biri təbii ki də xilafətin ağır vergi siyasəti, yəni ərəblərin. Xürrəmlər hərəkatının mahiyyəti Ərəb hakimiyyətinin əhaliyə yerli özünü idarə etmədə hüquqlarının verilməsi şərti ilə qəbul edirdilər. Xeyr, belə bir şey istəmirdilər. Onlar bərabərsizliyi ləğv etmək, insanlar arasında əmlak bərabərliyi yaratmaq istəmişdilər. Deyirdilər ki, yəni yüksək təbəqə və aşağı təbəqə məsələsi olmasın, hamı bərabər olsun, hamının bərabər əmlakı olsun. Yəni əmlak bərabərliyi istəyirdilər. 660-cı illərdə Xəzərlər ikinci dəfə böyük qüvvə ilə Albaniyaya yürüş edən zaman Cavanşir neyniyir? Cavanşir Xəzər xaqani ilə sülh bağlayır, qızı ilə də evlənir. Buna da deyilir nigah diplomatiyası və onunla bağladığı müqaviləyə əsasən qənimətlər və əsirlər geri qaytarılır. 653-də baş vermiş Bələncər döyüşünün nəticəsində isə təbii ki də ərəblər məğlub olur, Xəzərlər qələbə çalır. Y variantı düzgündür. Müsafirin başçılıq etdiyi üsyan və Xürrəmlər hərəkatının başlamasının oxşar səbəbi hər ikisində də ərəb əsarəti var idi. Müsafir üsyanı 748-də başlayır. Xürrəmlər hərəkatı 778-də. Müsafir Əməvilərin dövründə başlayır. Xürrəmlər isə Abbasilərin dövründə başlayır deyə, ona görə Abbasilərin vergi siyasətini götürmürəm. Düzdür, müsafir həm Əməvilərə, həm Abbasilərə aiddir, amma başlama məsələsi dediyinə görə Əməvilər olmalıdır. Müsafir və Babəkin başçılıq etdiyi üsyanların başlamasına səbəb olmuşdu yenə ərəb zülmü. Ərəb qoşunlarının Albaniyaya ilk yürüşləri dövründə Cavanşir kimdən ittifaqa girir? Deməli, ərəblər ilk dəfə gəlir 7-ci əsrdə. Bu dövrdə də 654-cü ildə Bizans imperatoruna ittifaqa girir. Niyə Sasani şahı demirəm? Çünki Sasaninin tərkibində idi. Yəni, onunla ittifaqa girmir. Elə onun qoşununda xidmət göstərməyə məcbur idi sadəcə. 660-cı illərin sonlarında Cavanşir xilafətlə münasibətlərin nizamını salmaq üçün neyniyir? Xəlifə Muaviyyə ilə görüşür. 667-670-ci illər. Azərbaycanda ərəblərin hakimiyyəti dövründə müsəlman olmayanlardan alınan can vergisi cizyə. Ümumiyyətlə, ərəblərin dövründəki vergilərdə çox vaxt sözdə ə hərfi var və sözün sonunda da ə hərfi olursa, onda deməli ərəblərin dövrünə aiddir. Ərəb istilası və qalğı dövründə Azərbaycanda müsəlman əhalisinin azad edildiyi vergi cizyə. Müsəlmanlığı qəbul edənlər can vergisindən azad olunurdu. Digər vergilərdən yox, sırf can vergisindən söhbət gedir. Ərəb xilafət dövründə Azərbaycanda mövcud olan torpaq mülkiyyət formaları soyulqa ola bilməz. İlk də onlar ərəbləri yaradıb, soyulqa lağ qoyunlu qara qoyundadır, vəqf ərəblərin dövründədir. Xərac isə vergidir deyə atıram, cavab olur 1-dən 3. Azərbaycanda ərəb ağalığı dövründə xüsusi hərbi məskənlər Rabat adlanırdı. Əhalini köçürdükdən sonra burada hərbi məskənlər yaradırdılar. Verilənlərin hər ikisi aiddir. Abbasilər sülaləsinə qarşı yönəlib 778-də başlayıb Xürrəmlər. Verilənlərin hər ikisi nəticəsidir. Xilafəti sarsıtdı və digər xalqların azadlıq mübarizəsini təkan verdi. Təbii ki də Xürrəmlər hərəkatı. Amillə cizyə anlayışları Azərbaycanda ilk dəfə ərəblərin dövründə işlənilib. Amil vergiləri toplayır, cizyə də can vergisidir.
Azərbaycanda ilk dəfə xüms zəkat ifadələri yeni ərəblərin dövründədir. Daşına bilən əmlakdan alınır. Xüms, zəkat isə daşına bilməyən əmlakdan alınır. Azərbaycan tarixinə aid deyil, bəzi Azərbaycana aiddir. 837-də vəqf sahibkarlığı, torpaq sahibkarlığının mövcud olması, vəqfin mövcud olması, yəni ərəblərdə yaranıb və Azərbaycanda yayılıb. Müsəlman olmayan əhalidən cizyə vergisi, yəni ərəblərdə yaranıb, Azərbaycanda yayılıb. Xilafətə qarşı Xürrəm üsyanı ilə Azərbaycan özünə aiddir. Sasani dövləti isə İran ərazisində olduğuna görə Y düzgün variantdır. Ərəb xilafət dövründə Azərbaycanda verilənlərin hər ikisinin aid olduğu torpaq sahibliyi forması icarəyə verilir, satmaq və bağışlamaq olmazdı. Burada vəqf icarəyə verilə bilərdi, dini idarələrə məxsus idi, amma satmaq, bağışlamaq olmazdı. 39-da da cavab olur Y variantı. Ərəb xilafət dövründə Azərbaycanda göstərilənlərin aid olduğu torpaq sahibliyi forması cəmaətin istifadəsində olan torpaqlar idi. Vergilərin ağırlığı bunun üstünə düşür, icma. Sasani Ərəb xilafət dövründə mövcud olan irsi torpaq sahibliyi uyğun olaraq adlanır. İrsi torpaq dediyinə görə Sasanilərdə olur dastakert, ərəblərin dövründə də olur mülk. Ona görə B düzgün variant. Sasani dövlətinin varlığına son qoyur 651-ci ildə Ərəb dövləti. Niyə Əməvilər deyə bilmirəm? Çünki Əməvilər 661-dədir, Sasanilər 651-də. İqta və vəqf torpaq mülkiyyət formaları üçün ümumi cəhət. İqta da, məsələn, vəqf icarəyə verilə bilirdi, iqta da icarəyə verilə bilərdi. İkisi üçün də ortaq cəhət bu ola bilər. Azərbaycanda Xürrəmlər Göytürklərdə Kürşadın rəhbərlik etdiyi üsyanın nəticəsi. Kürşad 639-da, Xürrəmlər 778-837-ci illərə əhatə edir. Burada, misal üçün 9-cu əsrdə baş vermək onda olmaz. İadələr sərhədinə qarşı mübarizə olar. Xürrəmlər ərəblərə, Kürşad isə Çinlilərə qarşı azadlıq mübarizəsi aparmışdılar. Y variantı olmaz, çünki Kürşad məğlubiyyətə uğrayır. Elə Xürrəmin özü də hərəkat rəhbərləri yeni dövlət qurmur. Məsələn, Babək heç bir dövlət qurmur və yaxud da Kürşad heç bir dövlət qurmur. Göytürklərdə dövlət quran olmuşdu İltəris, yəni qutluq. Şəhərlərin hərəkatda əsas aparıcı qüvvə olması, Xürrəmlərdə əsas aparıcı qüvvə də kəndli idi. Azərbaycanda Ərəb xilafət dövründə vəqf torpaqları üçün səciyyəvi idi. Deməli, vəqf satılıb bağışlana bilməzdi. İcarəyə verilə bilərdi. A-nı ona görə atıram. İcarəyə verilə bilərdi. D-ni ona görə götürürəm. Uyğunluğu müəyyənləşdirək. Sasani dövlətinin tərkibində və Ərəb xilafətinin tərkibində. Sasanilərin tərkibində olanda ilcə ə ilə bitdiyinə görə əyi aiddir deyə A-nı atıram. Deməli, burada söhbət, yəni torpaq və yaxud da vergi demir, ona görə də ikisini götürə bilərəm. B-ni də C-ni də. Xostak torpaq mülkiyyət formasıdır. Xaraq isə vergidir. Ərəb xilafətinin tərkibində onda da vəqf torpaqdır. Tamğa Monqollara aid idi. Xüms ərəblərə aiddir. Deməli, A ilə C-ni də götürə bilərəm. Vəqf dini idarələrə məxsus idi. Xüms də daşına bilən əmlakdan alınır. Deməli, 1BC, 2AC düzgün variantdır. Y. Azərbaycan Sasaninin tərkibində, Ərəbin tərkibində. Dastakert Sasaniyə aiddir, Xüms Ərəbə aiddir, Gezid isə Sasaniyə aiddir. Dastakert İsən keçən torpaq mülkiyyət formasıdır, Gezid də can vergisidir. Ərəb xilafətinin tərkibində zəkat daşına bilməyən əmlakdan alınır. Deməli, adətən ehtiyacı olan insanlara sərf olunur. İqta isə dini dairələrə məxsus torpaq mülkiyyət formasıdır, Ud Səlcuqlara aiddir. Ona görə cavab olur 1AC, 2AB. C düzgün variantdır. Abbasilər hakimiyyətə gələndən sonra vergilərin miqdarı artdı. Sasani dövründə olduğu kimi xərac məhsula görə deyil, torpaq sahəsinə görə toplanmaya başladı. Vergiləri ödəyə bilməyənlərin övladları qula çevrildi. Bu dövrdə, deyir mətndə bəhs olunan dövrdən fərqli olaraq, yəni Abbasilərdən fərqli olaraq iç xəlifələr dövründə yeni yerlər, müsəlman olmayanlar can vergisindən azad edilirdi. Bu ikisində də var, ona görə atıram. Əhali və əmlaki siyahıya almaq Əməvilərə aiddir. 725-ci ildə vergi sahəsində islahatların keçirilməsi. Bu hər ikisində var. İlk dəfə can vergisi olan Gezid, Sasanilərə aiddir deyə atıram. Vergilər xeyli yüngüldir. Təbii ki də xilafətin, məsələn, xüsusən də xəlifə Əlinin, yəni xəlifələrin dövründə vergilər qismən yüngül idi. Əməvilərdə bundan biraz ağır idi. Abbasilər isə bundan daha pis vəziyyətdə idi. 8-ci əsr Azərbaycan tarixinə aiddir. Deməli, məziyyətlərin hakimiyyətə gəlməsi. Məziyyətlər hakimiyyətə gəlib 861-də A-nı atıram. Əmirli idarə sistemi ləğv olunmayıb, ümumiyyətlə əksinə istifadə olunurdu ərəblərin dövrü olduğuna görə. Xürrəmlərin baş çatması 9-cu əsrdir. Zavanşin Dəməşq şəhərinə xəlifə Muaviyyənin görüşə getməsi 667-7-ci əsr. Əməvilər əhalini siyahıya alıb 725-ci ildə. Azərbaycan Ərəb xilafətinin tərkibində olduğu dövrə aid deyil. Dastakert torpaq mülkiyyət formasının yaranması Sasaniyə aiddir. Elə A yanlışdır. Şəhriyarin ərəblərlə imzaladığı müqaviləyə görə ərəblər cizyədən azad edilirdilər.
edirdilər. Kimləri? Bütün Azərbaycan əhalisini yox. Sadəcə qadınlar, uşaqlar, zahidlər, xəstələr bunları. Anlatıram. Ərəblər müqavimət göstərməyən və onlarla müqavilə bağlayan bütün əhalini, xeyr, belə bir şey yox idi. Onda gərək heç kim bunlara qarşı çıxmaz və onda hamını gərək vergidən azad eləsinlər. Onda da bu xeyr eləməz. Xristian dininə qulluq edənlər təbii ki də yox. Əksinə yenə İslam dini desəydik daha düzgün olardı. Ərəb mənşəli əhalini, ərəb mənşəlidirsə, yəni Azərbaycanla söhbətin nə əlaqəsi var idi? Öz ölkələrinə xeyir eləyirlərsə. Söhbət burada Azərbaycandan gedir. Ərəb ordusunda xidmət edən Dərbəndləri. Niyə? Çünki Dərbənd Azərbaycanın qapısıdır. Xarici hücumlar olanda sırf Dərbənd ərazisindən olurdu. Ona görə oranı qorumaq vacib idi. Dərbəndlilər də yəni həmin ərazini qoruduqlarına görə onları bu vergidən azad edirlər. 833-cü ildə Həmədan döyüşündəki qələbədən sonra Ərəb xilafəti neynədi? Müsafirin başçılığı ilə üsyan 8-ci əsrdə atıram. Xilafətin mərkəzinin ilk dəfə Xürrəmlər üzərində böyük ordu 819-cu ildədir atıram. Azərbaycan əhalisinin ərəb ordusunda hərbi xidmət göstərməsini qadağan etdi. Belə bir şey yox idi. Türk sərkərdəsi Afşini Xürrəmlərə qarşı vuruşan orduya komandanı təyin etdi 835-də. Həmədan 833, bu da 835, deməli də düzgündür. Xəzər xaqanlığına qarşı müharibəyə başlamaq bundan öncədir. Yəni 643-cü, 653-cü illər. Deyək ki, Xəzər xaqanlığı yaranıb 650-də. Deməli, məsələn, 653-də də onların müharibəsi var. Ona görə bunun aidiyyəti yoxdur. Uyğunluq gözlənilib. Soyurqal torpaq sahibinə deyilir Türdar, yanlışdır. Səlcuqların Azərbaycana ilk hücumu deyir nə vaxt 11-ci əsrdir deyə atıram. Əmili idarə etmə sistemi yaranıb Ərəb xilafət dövründə, bəli bu düzgündür. Uc yaranıb Səlcuqların dövründə, yəni 11-ci əsrdə. Ərəb xilafət dövründə dövlətə məxsus torpaqlar adlanır. Divan torpaqları, burada İncu deyir. İncu Monqolların dövrünə aiddir deyə atıram. Abbasilər xilafətinin zəifləməsinin səbəblərinə aiddir. Feodal münasibətlərin zəifləməsi, xeyr. Feodal dağlıq dövrü idi bu dövr. Yəni, feodal dağlıq dövrü Abbasilər olanda, yəni Azərbaycan ərazisində feodal dağlığı 18-ci əsrdədir. Amma ümumi dünyada desək, yəni Avropada desək, bu da 9-11-ci əsrlərdədir. Ona görə anlatıram. Bölgədə əmirlərin hakimiyyətinin güclənməsi. Bölgədə əmirlərin hakimiyyətinin güclənməsi, yəni hökmdarın zəifləməsi deməkdir. Ona görə də beyni götürə bilərəm. Əbu-Müslim üsyanı bu dövrə aid deyildi. Sasani dövləti ilə müharibələrin aparılması Abbasilərdə yox idi. Müsafirin başçılığı ilə üsyan baş verməsi Əməvilərdə başlamışdı, Abbasilərdə bitmişdi. Ona görə də bir desəydik ki, Xürrəmlər üsyanı bu düzgün cavab olardı. Bir də ki, bölgələrdə əmirlərin hakimiyyətinin güclənməsi də düzgün cavab ola bilər. Azərbaycanda Sasani dövründə Gezid, Ərəb xilafət dövründə ciziyyəyə aid can vergisi olmaları. Amidlə Kadisiyə döyüşlərinə aid oxşar cəhət. Deməli, hər ikisində də Kadisiyə döyüşündə Sasanilər məğlubiyyətə uğramışdı. Amid döyüşündə də Sasanilər qalib gəlmişdi. Onda deməli, Albaniya Sasanilərinə müttəfiq idi. Niyə? Çünki 359-cu il Amid döyüşündə Albaniyadan Urnayr, Sasanidən Şapur birləşmişdi Romaya qarşı. 636-cı il Kadisiyə döyüşündə Albaniyadan Cavanşir sərkərdə olaraq, Sasanilərdən isə 3-cü Yezdəgirt birləşmişdi. Ərəblərə qarşı, ona görə C düzgündür. Azərbaycanın ərəb xilafətinin tərkibində olduğu dövrə aiddir. İlk dəfə şəhər torpaq mülkiyyət formasının yaranması deyə bilmərik. Çünki şəhər torpaq mülkiyyət forması xostak olmuşdu. Anlatdım. Bütün əhali can vergisindən azad olunmayıb. Sadəcə qadınlar, uşaqlar, qocalar, xəstələr, zahidlər, məmurlar, kahinlər falan. Xəlifənin xəzinəsinə Gezid adlı verginin verilməsi bu Sasanilərə aiddir. Xəlifənin xəzinəsinə xərac vergisinin verilməsi bu düzgündür. Torpaq vergisidir. İlk dəfə əhalinin siyahıya alınması. Əhalinin ilk dəfə siyahıya alınması da deməli, Sasanilərin dövründə də var idi deyə yeni atıram cavab olur D variantı. Azərbaycan ərəb xilafətinin tərkibində olduğu dövrə aiddir. 1-ci Xoçrovun islahatları bu 531-579-cu illərdə idi. Ərəb xilafətinin tərkibində olmaqda bizdə deməli 653-cü il, 643-cü illərdən sonra. Ona görə bunu atıram. İlk dəfə şəhər torpaq sahibliyi forması Sasanilərdə yaranıb. Mehranilər sülaləsinin hakimiyyətinin başlanması ərəblərdə deyildi. Deməli 629-da da heç ərəb dövləti yaranmamışdı 630-da. Müsəlman olmayanlardan cizyə vergisinin alınması budur. Düzgün cavab. Məzdəkilər hərəkatının yatırılması isə 529-dadır. Bunda heç ərəb xilafəti yox idi. Xilafətə qarşı misafirin başçılığı ilə üsyan deyir, harada baş vermişdi? Üsyan baş vermişdi, deməli, Beyləqanda. Beyləqan da burada olur bu hissədə.
Kürlə Arazın qovuşduğu yer demişdik ki, Paytakaran, Balasakaran, Beyləqan hamısı eyni yer deməkdir. Şirvan hakimi Şəhriyarlı ərəblər arasında imzalanan müqaviləyə əsasən əhalinin vergidən azad edildiyi qədim Azərbaycan şəhəri Dərbənd, yəni 3. Azərbaycan ərəb xilafət dövrünə aiddir. Xümus vergisi alınır, düzdür, daşına bilən əmlakdan. Xərac torpaq mülkiyyət forması. Xərac torpaq mülkiyyət forması deyil, vergidir. Əhalinin siyahıya alınması aiddir. İcma torpaqları var idi, kəndlərin istifadəsində idi. Rabatlarda hərbi məskən idi, ərəblərə aid idi. Azərbaycan ərəb xilafət dövrünə aid deyil, kəndlərdən xəracın alınması aiddir. Zəkat vergisi alınır, aiddir. Əhali siyahıya alınır, Əməvilərdə aiddir. Dövlətə göstərilən xidmətə görə torpaq iqta verilir, aiddir. Cizyə adlanan torpaq mülkiyyət forması yox, cizyə adlanan vergi olmalıydı, torpaq yox. Mehranlərin hakimiyyət dövrünə uyğun gəlir, yəni 630-705. Həştədsar döyüşü 829-836-dadır. Slavyanların Bərdəni ələ keçirilməsi 944-dədir. Kadisiya 636-dadır. Onda elə C variantı düzgündür. Xürrəmlərin Həmədan şəhərini azad etməsi 830-dadır. Albaniyanın paytaxtının Qəbələdən köçürülməsi 5-ci əsrdə 2-ci Vaçiyə aiddir. Yəni Arşakilər sülaləsinə. 510-da Sasanilər, 705-də ərəblərin Albaniyada həyata keçdiyi siyasətin oxşar cəhəti daxili müstəqilliyin ləğv olunması. Çünki Sasanilərin dövründə 516-129-cu illərdə Albaniya Sasani məzbanları tərəfindən idarə olunur. Əgər yerli hökmdarlar tərəfindən idarə olunmuş olsaydı, onda daxili müstəqillik ləğv olundu deyərdik. Yəni ləğv olunmadı deyərdik. Amma Sasanilərin özləri idarə elədiyinə görə deməli bizim heç daxili müstəqilliyimiz də olmayıb ki, heç öz hökmdarlarımız idarə eləyə bilməyibdir. 836 Həştədsər döyüşünün nəticəsi. Deməli, burada xürrəmlər ərəblər üzərində qələbə qazanmışdılar. B variantı düzgündür. Albaniyanın 7-ci əsr tarixinə aiddir. Daxili müstəqilliyin ərəblər tərəfindən son qoyulması 8-ci əsrdədir. Xəzərlərin basqınlarına məruz qalması isə bu ola bilər. 629-630-cu illərdə, məzdəklərin yatılması 529, xürrəmlərin başlaması 778, misafirin üsyanı 748. Albaniyanın 8-ci əsrin əvvəlləri tarixinə aiddir. Daxili müstəqilliyin ləğvi 705-ci ildə. Azərbaycanın 7-ci əsr, 1-ci əsr tarixinə aiddir. Abbasilərdən asılı halda ola bilməz. Abbasi 750-də yaranıb. 2-ci Vaçe 5-ci əsrdə yaşayıb. Ağqoyun kilsə məclisi 488-ci ildə idi. Haylandır Hunları 462-ci ildə gəlmişdi. Mehranlərin hökmranlığının başlaması isə 630 olduğuna görə 7-ci əsrin 1-ci yarısına düşür. Azərbaycan tarixi ilə bağlı deyil, Əbu Müslimin üsyanı, bu ərəblərin tarixi ilə bağlıdır, anı götürə bilərəm. Xürrəm üsyanı Azərbaycana aiddir, Babək. Əhalidən xərac vergisi alınır, çünki ərəb əsarətində idik. İqta torpaq sahibliyi də ərəb əsarətində olduğuna görə istifadə edirdik. Həştədsər döyüşləri də xürrəmlərə aiddir deyə bunu da atırıq. Alban hökmdarı Cavanşirin fəaliyyətinə aid deyil. Xəlifə Müaviyə ilə diplomatik münasibətlər bu aiddir. 667-670. Cavanşirin hakimiyyəti illəri 642-681-ci illərdir. İkinci Konstantinlə diplomatik münasibətlər 654. Kadisiya döyüşünə Alban dəstələrinin iştirak etməsi 636-cı ildədir və Cavanşirin hökmdar olaraq fəaliyyətinə aid deyil. Sırf desək ki, sadəcə Cavanşirin fəaliyyətinə aiddir, götürərdik Kadisiyəni. Amma Alban hökmdarı sözünü işlətdiyinə görə Kadisiya dövründə Cavanşir hakimiyyətdə deyildi, atası Varaz Qriqor hakimiyyətdə idi, ona görə C düzgün variantdır. Alban hökmdarı Cavanşirin fəaliyyətinə aid deyil. Əməvilər xilafəti ilə diplomatik münasibətlər. Deməli, Cavanşir Əməvilərin 667-də diplomatik münasibət aparmışdı, anlatıram. Göstərdiyi igidliyə görə Sasan şahı tərəfindən mükafatlandırılması yenə buradakı kimi Kadisiya döyüşündə mükafatlandırmışdı. Bu döyüşdən sonra ona görə B 636-cı ilə aiddir. Uyğunluq gözlənilib. Babəkin başçılığı ilə xürrəmlərin ərəblərə qarşı son döyüşü 2-ci Həştədsər deyil, bəz döyüş olmalı idi. 837-də Babək xürrəmlərə başçılıq etməyə başladı. 9-cu əsrin 2-ci 10 illiyində, yəni 816-da B düzgün variantdır. İqta torpaq sahibliyi Abbasilərin dövründə yox, elə ərəblərin başından bəri dövründə var idi. Məzdəklər hərəkatı Sasani zülmünə qarşı idi. Cərmədan döyüşündə də qalib gəlmişdi ərəblər. Uyğunluq gözlənilmişdi. Xürrəmlər hərəkatını yatırdı Muaviyə. Bu yanlışdır. Deməli, xəlifə Muaviyə çünki
7-ci əsrdə yaşamışdı, yadımızdadırsa. Cavanşir gəlib onunla görüşmüşdü 667-ci ildə. Xürrəmlərin yatırılması isə bundan 2 əsr sonradır. Yəni 837-ci ildə, 838-də də Babək edam olunur. Babəkin başçılığı ilə Xürrəmlərin ərəblərə qarşı ilk döyüşü Həmədan deyil, ondan əvvəl hətta Həştədsər var, ondan da əvvəl 819-cu il var, bunu da atıram. Sərmədan döyüşü baş verib Azərbaycanın şimalında, Xeyir cənubunda, Ərdəbil şəhərində. Xilafətin 1-ci Həştədsər döyüşünə məqsədi idi Bəzz qalasını ələ keçirtmək. Bu düzgündür, amma ələ keçirə bilmirlər. Həştədsərdə Xürrəmlər qalib gəlir. Savalan döyüşündə məğlub oldu Xəzərlər. Savalan döyüşündə ərəblər məğlub olmuşdu, Xəzərlər qalib gəlmişdi. Xürrəmlər hərəkatına Babəkin rəhbərlik etdiyi dövr 816-837-ci il. Həmədan döyüşündə Afşinin başçılıq etdiyi ərəb ordusuna ilk dəfə məğlub olması. Afşin gəlib 835-də, Həmədan döyüşü baş verib, yəni məğlub olmaq məsələsi 833-də. Ona görə anlatıram. Əmlak və sosial bərabərlik uğrunda mübarizəyə başlanılması 778-də ilk dəfə Xürrəmlər başlayandı. Yəni, Babəki gözləmədən bunların olmasında məqsədi bu idi. Xilafətə qarşı Xürrəmlərin ilk çıxışları 778 və 808-ci illərdir. C-ni də atıram. Bərdə və Beyləqanın ərəblərdən azad edilməsi. Bəli, bu ərazilər Sünikdir, Bərdədir, Beyləqandır. Bu ərazilər azad olundu Babəkin dövründə. 2-ci Həştədsər 836-cı il döyüşündə Xürrəmlər məğlub olmur, əksinə qalib gəlir. 640-cı illərin birinci yarısında Albaniya Sasanidən asılı vəziyyətə düşməsi. Albaniya Sasanidən 640-larda asılı vəziyyətə düşmür. Bu, hətta Sasaninin süqutuna doğru getdiyinə görə anlatıram. Cərmədan döyüşündə ərəb qalib gəlir, 643-də B düzgün variantdır. Deməli, deyir ki, 640-cı illərin birinci yarısında Kadisiyə 636-da idi, Müsafirin üsyanı 748 idi, İsfəndiyar ibn Fərruxsadla ərəblərin müqabilə bağlanması düzgündür. Məsələn, 643-cü ildə. Ktesifon şəhər ərəblər tərəfindən ələ keçirilməsi 637-dir, Mehranilər sülaləsi 705-ci ildədir. Xilafət dövründə iqtanın mülkdən fərqi. İqta irsən keçən torpaq mülk hökmdara məxsus yanlışdır. Mülk feodalın özünə məxsus idi, irsi torpağı idi. İqta isə hərbi xidmət müqabilində verilir. Ona görə B-ni də atıram. Dini dairələrə məxsus idi vəqf, ona görə C-ni də atıram. İqta feodalların torpağı deyildi. İqta dedik ki, hərbiçilərə verilən torpaq idi. Yəni, İqta xidmət əvəzinə verilən torpaqlar, mülk isə yerli feodalların ixtiyarında olan irsi torpaqlar idi. Sasani və Albaniya dövlətləri tarixinə aid oxşar cəhət ərəb yürüşləri nəticəsində süqut edilib. Bəli, Sasani 651-də, Albaniya isə 705-də ərəblərin dövründə süqut etmişdi. Cavanşirin hakimiyyəti çox xarakterik deyil. Xəzərlərlə sülh bağlamaq 664-cü ildə aiddir. Xəzərlərin məğlub edilməsi 662-də Kür döyüşündə aiddir. Bizans imperatoruna ittifaqa girib 654-də aiddir. Ərəb xilafətindən asılılığı qəbul etmişdi 667-də. Dəməşqə, yəni Şam şəhərinə gedərkən bu da aiddir. Kadisiyə döyüşündə iştirak edən Cavanşirin hakimiyyət illərinə aid deyil. Çünki Kadisiyə dedik ki, 636-dadır. Cavanşirin hakimiyyət dövrü 642-681. Kadisiyə də iştirak edir. Sadəcə orada sərkərdə, yəni əskər kimi iştirak edir. Deməli, Cavanşirin hakimiyyət dövrü üçün xarakterik deyil. Bizans imperatoru 2-ci Konstantinlə ittifaqa girir 654-də. İri feodal əyanlara qarşı ciddi mübarizə aparılır. Xəzərlərin məğlub edilməsi 662-də Kür döyüşü. Əməvilərlə diplomatik münasibətlər qurulur 667-670-ci illərdə. Kadisiyə döyüşündəki şücaətə görə 3-cü Yezdəgil tərəfindən mükafatlandırılması 636-dır. Bunun hakimiyyət illərdə 642-681 olduğuna görə bu onun hökmdarlıq dövrünə deyil də sərkərdəlik dövrünə düşür. Uyğunluq pozulmuşdur. Aqoin kilsə məclisini çağırmışdı. 3-cü Mehmed Vətəqan 488-də düzdür. Bələncər döyüşündə Xəzərlər qalib gəlmişdi. Ərəb xilafətinə qarşı düzdür. 643-653-də. Xəzər xaqaninə sülh bağlayıb Alban hökmdarı Cavanşir 664-də düzdür. Kadisiyə döyüşündəki şücaətinə görə mükafatlandırıb Albaniya dövlətinin hökmdarı. Yenə eyni yanlış eləyir. Albaniya dövlətinin hökmdarı deyildi onda Cavanşir. Cavanşir onda sadəcə Albaniyada sərkərdə idi. Atası hökmdarı idi Varaz Qriqor. Kadisiyə olub 636-cı ildə. Albaniya dövlətinin hökmdarı olub Cavanşir 642-681-ci illərdə. Ona görə də cavab D variantıdır. Haylandır Hunlar ilə mübarizə aparıb Alban hökmdarı 2-ci Vati. Bu da düzdür. 462-ci ildə mübarizə aparıb və məğlubiyyətə uğrayır. Uyğunluq gözlənilmişdi. 660-cı illərdə Xəzər xaqani ilə sülh imzalayıb Alban hökmdarı Cavanşir 664-cü ildə bəli imzalamışdı. Elə A düzgün variantdır.
B-ni atıram çünki cəmdən 643-də baş verib, bu 743 deyir. Mehranlərin hakimiyyətinə son qoyub Əməvilər xilafəti, burada Abbasilər xilafəti deyir. Ktesifon müdafiəsinin igidliyinə görə mükafatlandırıb Alban hökümdarı deyir. Hökümdar ola bilməzdi, sərkərdəsi Cavanşir olmalıydı. Alban hökümdarı Cavanşir diplomatik münasibətlər qurub Abbasi xəlifəsi ilə 667-də Əməvi xəlifəsi idi deyə yeni də atıram. Ktesifon döyüşünün nəticəsi Cavanşirin igidliyinə görə Sasani şahı onu mükafatlandırdı. Və burada ərəblər qalib gəlmişdi. Çünki Ktesifonda yox, Kadisiyədə Cavanşiri mükafatlandırırlar. Ona görə burada elə D variantı düzgündür. Ərəblər Sasanilər üzərində qələbə çalır, Albaniyada Sasaninin ordusunda xidmət edirdi. Xilafət dövründə vergilər hansılar idi? Xəracdan cizyə, C. Xərac torpaq vergisi, cizyədə can vergisi. A-da İqtaniyə vəqf torpaqdır. Divan mülk Y-də torpaqdır. Xaraq Gezid Sasanilərə aiddir. Malcəhət də ümumiyyətlə Səfəvlərin dövründə falandır. Ona görə bunu da atıram. 7-ci əsrdə Azərbaycanın cəmi hissəsi müstəqilliğini tamamilə itirdi. Albaniya asılı vəziyyətə düşdü. Verilənlərin hər ikisi nəyin nəticəsidir? İlk ərəb işğallarının 85-də düzgün cavabı oldu. A variantı. 7-ci əsrdə Azərbaycanın cənubu Adurbaqan bilavasitə xilafətin tərkibinə daxil oldu. Albaniya daxili müstəqilliğini saxlasa da xilafətdən asılığa düşdü. Verilənlərin hər ikisi nəyin nəticəsidir? Təbii ki də deməli ilk ərəb hücumlarının 7-ci əsr dediyinə görə ərəblərdə 7-ci əsrdə yaranmışdı deyə ilk hücumlar deyə bilərik. Tarixin göstərilən dövrlərində yaranmış terminləri müəyyənləşdirir. Sasaninin tərkibində olanda, ərəbin tərkibində olanda. Naib bu dövrdə deyildi ümumiyyətlə. Məzban Sasanilərin dövründə sərhədləri qoruyanlar idi. Ulud isə deməli kəndlərə deyilirdi. Deməli ərəb xilafətinin dövründə isə satrap yox idi, amildən əmir var idi. İkisini də götürə bilərik. Amil vergi yığan məmur, əmir isə əmirlikləri rəhbərlik edirdi. Deməli burada cavab olacaq. Birincisi B, ikincisi də BC. Xürrəmlər hərəkatı Cavidanla Babəkə baxaq. Həştəsər döyüşündə qələbə qazanmayıb. Cavidan ümumiyyətlə bu döyüşlərin heç birində olmayıb. Əvvəllər olmuşdu və çox da güclü deyildi. Çünki Əbu İmranla aralarında problem var idi. Buna görə də heç üsyanı yaxşı idarə edə bilməmişdilər. Ona görə də B-ni götürə bilərəm. Dedi ki, Əbu İmranla arasında ədavət olmuşdu. Bizans imperatoruna ittifaq bağlayanda Cavidan deyildi. Babək Bizans imperatoruna yaxın idi münasibətlər. Hətta onun yanına gedib qoşun yığmaq istəmişdi. Babəkə baxaq. Həmədan döyüşlərində məğlub olmuşdu. 833-də məğlub olmuşdu. 830-da qalib gəlmişdi. Ona görə döyüşlərində sözünə görə çıxıram. Xəlifə Möhtəsimin qoşunları ilə mübarizə aparıb, bəli. Deyir ki, 710-cu illərdə hərəkətə rəhbərlik edib. Xeyr, 810-cu illərdə. Yəni 816-da cavab olur 1B, 2B. Mehranlərin hakimiyyət illəri 630-705. Uyğur xaqanlığı yaranması 744-də atıram. Xəzər xaqanlığının süqutu 965-dir. İkinci Göytürkün yaranması isə 682-ci ildir. C düzgün variantdır. Çində Sin sülaləsi hakimiyyətə gəlir eramızdan əvvəl 221-də. Aquin kilsə məclisi də 488-ci ildə. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyənləşdirək. Birinci Həştəsər döyüşü Xürrəmlərin ilk dəfə məğlub olması. Xeyr, Həmədanda məğlub olmuşdular. Xilafətin köçmə siyasəti yerli feodalların mövqeyi möhkəmlənməz, əksinə ərəblərin mövqeyi möhkəmlənər. Mehranlərin hakimiyyətə gəlməsi, Sasani hakimiyyətinə tamamilə son qoyulması. Xeyr, Mehranlər 630-da gəlib, Sasanilərə 651-də son qoyulub. Savalan döyüşündə ərəblərin Azərbaycanda hakimiyyətinə bir dəfəlik son qoyulması. Xeyr, belə bir şey yox idi. Xürrəmlər hərəkatı Abbasilərin zəiflənməsi. Bəli, Abbasilər xilafəti sarsılır. Hadisə nəticə əlaqəsinin uyğunluğu müəyyənləşdirir. Ərəblərin Bələncər şəhərini tutması, Xəzərlərin Azərbaycan ərazisində yürüşlərinə son qoyulması. Ərəblər Bələncəri 722-də tutur. Xəzərlər Azərbaycan ərazisində yürüşlərinə son qoyulur 8-ci əsrin sonunda. Xürrəmlər hərəkatının başlanması, Əməvilərin vergi siyasəti yumşaldılması yox. Xürrəmi Abbasilərin dövründə olub deyib beyni atıram. Cavanşirin uğurlu siyasət Sasani asılılığına son qoyulması. Deməli, Cavanşirin uğurlu siyasəti nəticəsində Sasani ağalığına son qoyulur 651-ci ildə. Cavanşirin hakimiyyət illəri də 642-681-ci illərdə idi. Sasani ağalığına son qoyulması Cavanşirə yox, ərəblərə aiddir. Ona görə C-ni də atıram. Abbasilər xilafətinin parçalanması Azərbaycan dövlətçiliyi bərpa olunur. Yerində müstəqil dövlətlər yaranır. Şirvanşahlar, Sacilər, Səlalilər, Rəvvadilər, Şəddadilər. Birinci Həştəsər döyüşü Bəz qalasının ərəblər tərəfindən tutulması. Birinci Həştəsər olur 829-da
Bəzinin ərəblər tərəfindən tutulması isə 837-dir. Yeni də atıram. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyənləşdirir. Ərəb ordusuna türk mənşəli sərkərdələrin təyin edilməsi, ərəblərin göndərdiyi ilk nizami ordu xürrəmlərə məğlub edilməsi. Birinci hissə Afşinə aiddir, 835. İkinci isə 819-cu illərdə, ona görə A-nı atdıq. Bizans dövləti süqut edir 1453-də, Cavanşir Xəzərlərlə yaxınlaşır 664-də. Bunun nə əlaqəsi var? B-ni atıram. Abbasilər sülaləsi hakimiyyətə gəlir 750-də, Mehranlərin hakimiyyəti sona çatır 705-də. Bunda heç bir nəticəsi ola bilməz. Yəni birinci bu olmalıydı, sonra bu. Burada yanlışlıq var. C-ni də atırıq ona görə. Ərəblərlə Məzbən İsfəndiyar arasında sülh bağlanması, ərəblərin Azərbaycanı tamamilə işğal etməsi, ərəblərin Azərbaycanı tamamilə işğal etməsi 653-dədir. İsfəndiyar isə 640-cı illərdə deyil. D-ni də atıram. Alban hökmdarının Xəlifə Müaviyyənin görüşü 667-də və Albaniyanın daxili müstəqilliyi saxlanılır. Daxili müstəqilliyinə toxunulmur. C düzgün variantdır. Hadisə nəticə əlaqəsinin uyğunluğu müəyyənləşdirir. Afşin ərəb ordusuna sərkərdə təyin edilməsi 835. Xürrəmlər Həştəsər döyüşündə məğlub olur. Xeyr, Xürrəmlər ümumiyyətlə Həştəsər döyüşlərinin ikisinə də qalib gəlib. Cavanşir Xəzər xalqanlığından 664-də sülh bağlayır, Sasanilər isə 651-də süqut edilir. Cavanşir hakimiyyəti gəlir 642-də, Mehranlərin hakimiyyəti başlayır 630-da. Bu da bunun nəticəsi olanmaz. Muğan əhalisi ərəblərlə sülh bağlayır 644-də, Azərbaycan xilafət qoşunu tərəfindən işğalının baş çatması 653-də. Cavanşir xəlifə ilə görüşür, xilafətlə münasibətlər diplomatik yolla nizama salınır, xilafət Albaniyanın daxili müstəqilliyinə toxunulur və vergilərdə 1/3 qədər azaldır. Cavanşirin şəxsi nüfuzuna və Azərbaycanın təbii, coğrafi, strateji mövqeyi və zəngin sərvətlərinə görə. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Bələncər yaxınında ərəblərlə Xəzərlərin 650-ci illərdə, yəni 653-də toqquşması, ərəblərin məğlub olması ilə A variantı düzgündür. 9-cu əsrdə ərəb xilafəti tabe etdiyi ölkələrdə azadlıq mübarizəsinin genişlənməsi, xüsusən də Babəkin başçılığı ilə azadlıq mübarizəsi nəticəsində zəifləyir. Əyalət hakimlərinin mövqeyi möhkəmlənir. Mətndə bəhs olunan dövrdə ərəb xilafətində, yəni bu xürrəmlərin hakimiyyət dövründə artıq deməli xilafətdən ayrılan ərazilər deyir, sonradan onun dayağına çevrildi. Yeni atıram. Daha sonra deyir ki, ucqarlardakı əmirlər tədricən mərkəzi hakimiyyətdən uzaqlaşdılar. Bu nə deməkdir? Yəni feodallar artıq hökmdara tabe olmamağa başlayırlar. Ona görə dövlət artıq parçalanır, daha da zəifləyir. Onsuz da üsyanlar zəiflətmişdi. Üsyanların zəifləməsi nəticəsində fürsətdən istifadə edən əmirlər, yəni feodallar hakimiyyətdən kənarlaşdılar. Sərbi yürüşlər olmaz bu. Çünki o 1096-1099-dur. Bizdə də söhbət gedir 800-cü illərdən. Sülalələrin bir-birinə əvəz etməsi yox. Elə 2 dənə sülalə var idi, Əməvilər və Abbasilər. Müstəqilləşən əyalətlərin hamısında türk sülaləsi hakimiyyətə gəldi. Hamısında deyəmərik. Məsələn, Azərbaycanda Sacilər, Səlalilər türk olsa da, Rəvadilər ərəblər idi də. Ona görə dedə yanlışdır. 8-ci əsrin ortalarında Abbasilər hakimiyyətə gələndən sonra, yəni 750-dən sonra vergilərin miqdarı yenidən artdı. Həm Sasani dövründə olduğu kimi xərc məhsula görə deyil, torpaq sahəsinə görə toplanmağa başladı. Xilafətin mətnində bəhs olunan siyasəti nəyə səbəb oldu? Deyir ki, Azərbaycanda qısa müddətdə xilafətin tabeliyindən çıxmasına, Azərbaycan yox, qısa müddətdə çıxmır, xilafətə qarşı amma çıxış edirlər. Məsələn, xürrəmlər vergi siyasətinin artıq bezdiklərinə görə 778-də çıxış edirlər. Əməvlərin hakimiyyət dövründə siyasi və iqtisadi tədbirlər seçir. Mehranlərin hakimiyyətinə son qoyulması 705. Bəli, bu dövlətlə bağlı olduğuna görə siyasidir. Xürrəmlər hərəkatının yatırılması isə Əməvlərin dövründə deyil, Abbasilərdədir. B-ni atıram. Xəlifə Osmanın qoşunları tərəfindən üsyanların yatırılması, bu 644-cü ildə olduğuna görə, Əməvlər də 661-də olduğuna görə bunu da atıram. İqtisadi tədbirlər əhalidən can vergisi olan gezit alınmaz. Gezit Sasaniyə aiddir. Əkilməyən torpaqlardan xərac alınmasının dayandırılması və əhalinin siyahıya alınması, xərac alınmasının dayandırılması məsələsi burada deyildi. Xəlifənin dövründə idi, xəlifə Əlinin dövründə idi. C-də də əhalinin siyahıya alınması 725 Əməvlərin dövrünə aiddir. Cavab olur 1A, 2-də C. D düzgün variant. Abbasilərin hakimiyyət dövründə siyasi iqtisadi tədbirlərə baxaq. Xürrəmlər hərəkatının yatırılması. Deməli, Xürrəmlər hərəkatının yatırılması Abbasilərin hakimiyyət dövründədir və siyasidir. Dövlətlə bağlı olduğuna görə A-nı götürərəm.
Albaniyanın daxili müstəqiliyinə son qoymaq Əməvilərə aiddir. Sasanilərə son qoymaq xəlifələrin dövrünə aiddir. İqtisadi tədbirlər, vergilər artıb, bəli. Yəni maliyyə ilə bağlı məsələlərdə əhalidən xaraq vergisi Sasanilərdə alınırdı deyə atıram. Bələncər döyüşündə Xəzərlər məğlub edilməyib, əksinə qalib gəlmişdilər. Cavab 1A, 2A. Uyğunluq gözlənmişdir. Xürrəmlər hərəkatının mərkəzi idi Azərbaycan. Yəni, bu dövrdə xürrəmlər ən geniş yayılmışdı Azərbaycanda düzgün variant. Azərbaycanın 9-cu əsr 20-ci illər və 30-cu illər tarixinə aid oxşar cəhət, yəni 820-lər və 830-lar. Xürrəmlərin xilafət ordusuna qalib gəlməsi ola bilər. 829-da Həştədsərdə, məsələn, 836-da 2-ci Həştədsər döyüşlərində xürrəmlər ərəb ordusuna qalib gəlmişdi. Babəki Cavanşirdən fərqləndirən cəhət nədir? Babək deyir, Bizans qoşunları ilə mübarizə aparmışdı. Ərəblərlə mübarizə aparıb, anı atıram. Sasanilərlə müttəfiq olmayıb, heç Sasaniləri ümumiyyətlə görməyib. Sasanilər çünki 651-də süqut etmişdi. Babək isə 816-cı ildədir. Xilafət qoşunlarına qarşı mübarizə aparması Cavanşir də aparmışdı. Kadisiya döyüşündə məsələn. Əməvilərlə diplomatik münasibətlərin qurulması Babək Abbasilərin dövründə idi. 9-cu əsrin 1-ci yarısında ərəblərə qarşı mübarizə aparması bəli Babəkə aiddir. 816-837-ci illər. Məntiqi uyğunluq, gecid cizyə, can vergisi, xaraq, xərac, torpaq vergisi. Xostak şərti olduğuna görə, iqtada şərti olduğuna görə, torpaq mülkiyyət forması olduğuna görə 102-də də C düzgün variantdır. Məntiqi uyğunluğu tamamlayır. Xilafətin ölkəmizə yürüşləri, Azərbaycanda yaşayan tayfaların İslam dinini qəbul etməsi, 7-ci əsr yəni. 103-də deməli A variantında deyir ki, Azərbaycanda vahid xalqın təşəkkülünə təkan verilməsi. Bəli, vahid xalqın yaranması prosesi başlamışdı. Nə vaxt? Eramızdan əvvəl 4-cü əsrdə Atropatenanın Albaniyanın yaranması ilə. Sürətləndi bu proses Sasanilərin dövründə. Başa çatdı demək olar ki, ərəblərin dövründə və yaxud da Səlcuqların dövründə. Ona görə A-nı götürürəm. Yəni, həqiqətən təkan verir. Azərbaycanın dövlətçilik ənənələrinin yaranması. Dövlətçilik ənənələri Azərbaycanda ən qədim zamanlarda Mannanın dövründə yaranmışdı. Türk və qeyri-türk etnoslar arasında dini birlik, yəni hər biri İslam dinini qəbul etdi. Elə AC düzgün variantdır. AC. Yad illərin ölkəmizə hücumlarının qarşısının tamamilə alınması. Təbii ki, bundan sonra daha çox ölkələr bizim ərazimizə hücum edəcəklər. Azərbaycana ilk dəfə türk tayfalarının axınının baş verməsi eramızdan və 7-ci əsrdə Kimmerski çaklardır. Edirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Deməli, iqta, vəqf, mülk, bunların oxşarlığını müqayisə edək. Sahibi dövlətə vergi verir. İqta sahibi dövlətə vergi verir. Mülkünkü də vergi verdiyinə görə 5-ə A-nı götürərəm. İcarəyə verilə bilər hər biri. Ona görə B-ni götürə bilirəm. Məsələn, vəqf icarəyə verilsə də satıb alına bilməzdi. İqta iki cür olurdu. Bağışlanan və icarəyə verilən. Mülkdəki onsuz da sahibinin şəxsi mülkü olduğuna görə istəsə icarəyə verir, istəsə satar, istəsə alar. Neynəsə eləyə bilərdi. Dini idarələrə məxsusdur vəqf. Xidmət müqabilində verilir iqta. Sahibin şəxsi torpağıdır mülk. Cavab onda burada deməli nə olmalıdır? Cavab 1 D, 2 C, 3 Y, 4 B, 5 də A. C düzgün variant. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyənləşdiririk. Deməli, burada Şirvan hakimi Şəhriyarın ərəblərlə sülh bağlaması Cənubi Azərbaycan xilafətinə tabe oldu. Cənubi Azərbaycan, Şirvan hakimi, yəni Şirvan şimalda olduğuna görə bunun Cənubi Azərbaycandan heç bir əlaqəsi yoxdur. Cənubi Azərbaycanın tabe olmağı 643-cü ildədir. İsfəndiyar ibn Fərruxzadın ərəblərlə sülh bağlaması, Dərbənd əhalisinin vergilərdən azad olunması, Şəhriyarın müqavilə bağlaması olmalı idi. İsfəndiyarın yox. Muğan əhalisi ərəblərlə müqavilə bağlayır, ərəb xilafət xəzinəsinə cizyə ödəyir. Əhali xilafət xəzinəsinə cizyə ödəyir, düzdür. Amma bəziləri təbii ki də cizyə vergisindən azad olunmuşdu. Ərəb-Xəzər müharibələri bitir, Xəzər xaqanlığı süqut edilir. Xeyr, Xəzər xaqanlığı 965-də Kiyev knyazı Svyatoslavın hücumu ilə süqut etmişdi. D düzgün variant. Mehranilər sülaləsinin hakimiyyət dövrünə uyğun gəlir, yəni 630-705-ci illər. Dildrav döyüşü 371-də atıram. Xürrəmlər hərəkatı yatırılır 837-də. Ərəb dövlətinə Əməvilər hakimiyyətə gəlir 661-də. C-ni götürə bilərəm. Abquyen kilsə məclisi 488-də. Beyləqanda müsafirin başçılığı ilə üsyan başlayır 748-də. Xürrəmlər hərəkatının dövrünə uyğun gəlir. Yəni 778-dən 837-yə qədər. Böyük Karal İmperatoru elan olunur 800-cü ildə ilə A-nı götürərəm.
Azərbaycan 6-cı əsr və 8-ci əsr tarixinə aid oxşardır. Əhalinin əksəriyyəti İslamı qəbul edilməz. İslam dininin özü 7-ci əsrdə, yəni 610-da yaranıb. Müsəlman olmayanlardan cizyə alınmaz 6-cı əsrdə, çünki cizyə ərəblərin dövrünə aiddir. Müsəlman əhali, heç müsəlman sözü yox idi 6-cı əsrdə. C-ni də atıram. Şərt torpaq sahibliyi amma mövcud idi. 6-cı əsrdə şərt torpaq sahibliyi forması xostaq, 8-ci əsrdə isə deməli iqta şərt torpaq mülkiyyət formasında müstəqil dövləti isə bərpa olunmurdu. Cavab olur 108-də D variantı. Albaniyada Mehranilər sülaləsinin hakimiyyət dövrünə uyğun gəlir. Göytürklərin Çin əsarətinə qarşı azadlıq mübarizəsi. Mehranilər hakimiyyətdə olmuşdu. Deməli 630-705-ci illərdə Göytürklərin Çin əsarətinə qarşı azadlıq mübarizəsi aparması 639-da Kürşad və 682-ci ildə də Qutluğun başçılığı ilə elə A variantı düzgündür. Albaniyada Mehranilər sülaləsinin hakimiyyət dövrü 630-705-ci illərdə, Fransa krallığının yaranması isə 843-dədir. Verdi müqaviləsi nəticəsində. İkinci Göytürk dövləti 682-də qurulur. Ona görə B düzgün variantdır. Xürrəmlər hərəkatına Babəkin rəhbərliyi etdiyi dövrlər 816-837. Xürrəmlərin ilk çıxışları isə 778 anlatıram. Həmədan döyüşündə Afşin qoşunları. Həmədan döyüşü 830-33-də olub. Afşin isə 835-də gəlib deyə B-ni atıram. Xürrəmlərin Həmədan şəhərinin tutması 830-cu ildə idi. 833-də məğlub olmuşdular. Ona görə Xürrəmlər Həmədan şəhərini 830-da tutub deyə C düzgün variantdır. İlk üsyanlar 778-808-də atıram. Xürrəmlər 1-ci Həştəsər döyüşdə məğlub olmur, qalib gəlir deyə bunu da atıram. Uyğunluq pozulub. Albaniyada xristian dininə aid qanunlar qəbul edilmiş. 3-cü Mehmed Vaçaqan dövründə düzdür, Aqoin kilsə məclisi. Bələncər döyüşündə Xəzərlərə qarşı vuruşub ərəblər, bu da düzdür, atıram. Kür çayı sahilində döyüşdə Xəzərləri məğlub edib Alban hökmdarı Cavanşir, bu da düzdür, atıram. Ktesifon, yəni müdafiəsində iştirak edib Albaniya hökmdarı Cavanşir. Hökmdar sözünü işlədə bilmərik. Ktesifon 637-dədir, Cavanşir isə 642-də hakimiyyətə gəlmişdir. Albaniyadan alınan vergilər 3də 1 qədər azaltdı. Ərəb xəlifəsi Muaviyyə, bu da düzdür, 667-670-ci illər görüşündə. Uyğunluğu müəyyən edin. Əməvilərin hakimiyyət dövrü, Abbasilərin hakimiyyət dövrü, Azərbaycan. Xürrəmlərin baş verməsi Abbasiyə aiddir deyə Əməvinin altında götürənmərik. Mehranlərə son qoyulması Əməviyə aiddir 705-ci ildə. Çünki Əməvi hakimiyyətdə olub 661-dən 750-yə, Abbasi isə 750-dən 1258-ə. Babəkin Xürrəmliyə rəhbərlik etməsi Abbasiyə aiddir. Xürrəmlər hərəkatına Babəkin rəhbərlik etməyi dediyi Abbasiyə aiddir. Cavanşir Albaniyanı idarə etməyi 642-681. Bu Əməvlərə aiddir. Azərbaycanın Cənubi Rəvayət Əmirliyi 8-ci əsr Abbasiyə aiddir. Cavab olur 1B, 2A, C. Yəni Y variantı. 114-də baxaq. Hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyənləşdirək. Həştəsər dağı yaxınında döyüş. Ərəblər Xürrəmlər tərəfindən məğlub edilib Azərbaycandan tamamilə qovulurlar. Bundan sonra hələ nisədən döyüşlər olacaq. Babəkin başçılığı altında azadlıq hərəkəti xilafət əvvəlki mövqeyini bir daha bərpa edə bilmədi. Bəli, sarsıldı və xilafətin yerində müstəqil dövlətlər yaranır. Xürrəmlər Həmədanı azad edir. Xilafətin vəziyyəti daha da ağırlaşır. Deməli, bunu da götürə bilərik. Həqiqətən də 830-da Xürrəmlər azad edəndən sonra xilafət məğlubiyyətə uğrayır. Sadəcə 2 dəfə qələbə qazanır. 833 və 837-də Əməvilərin vergi siyasəti, vergilərin miqdarı xeyli yüngülləşmir. Bu, yəni vergilərin miqdarının yüngül olması ilk xəlifələrin dövründədir. Ondan sonra Əməvilər gəlir, biraz ağırlaşır, Abbasilər gəlir və daha da ağırlaşır. Cavab olur A variantı. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı tapaq. Deməli, burada da ərəblər Dərbənddən şimala hücum edir və Xəzərlər ərəbləri məğlub edir. Söhbət Bələncər döyüşündən gedir. Düzdür, A variantı. Cavanşir Muaviyyə ilə görüşə gedir. Xilafətlə diplomatik münasibətlər yaradılır. Düzdür, 667-670. Ərəblər Azərbaycanı görüş edir. Azərbaycanda müstəqil dövlətlər. Bunun nəticəsində yox. Ərəblərin parçalanması nəticəsində müstəqil dövlətlər yaranmışdı. Azərbaycanın görüşü nəticəsində yox. Sasani süqut edir 651-də. Ərəblər Albaniya müstəqilinə son qoyur 705-də. Bunda heç bir əlaqəsi yoxdur. Cavab olur A, B.
Xilafətdə hakimiyyətdə olmuş bu sülalənin dövründə dövlətin ərazisini genişləndirdilər. Avropaya hücum edərək Fuatiyə 732-ci il deyirsə, deməli söhbət Əməvidən gedirmiş, döyüşündə məğlub oldular. Onların Qərbi Avropanın içərilərinə daxil olması qarşısı alındı. Mətndə bəhs olunan sülalə, yəni Əməvilərlə Sasaninin dövlətinin Azərbaycanla bağlı yetdiyi siyasətin ümumi cəhətlərindən deyil. Yəni bunların Əməvilərlə Sasanilərin oxşarlığını seçmirik, fərqliyini seçməliyik. Deməli, əhalinin siyahıya alınması hər ikisində də var. Biz də deyirik fərqini seçək. Ona görə hər ikisində var deyib bir atdım. Vəqf torpaqları Əməvilərə aiddir, Sasaniyə yox. 2-ni götürdüm. Yerli əhalidən can vergisi. Sasanidə gezid, Əməvilərdə isə cizyə alınır. Ona görə çıxıram. Azərbaycanda mövcud olan sülalənin hakimiyyətinə son qoyulması. Bəli, Sasanilər Mehranlara son qoyub, Sasanilər Arşaklərə son qoyub, Ərəblər də Mehranilərə dövlətdə atırımcaq olur yalnız ki. Eylirvin diaqramına əsasən uyğun bənd. Ərəb qoşunlarının Dərbəddən şimala yürüşü uğursuzluqla nəticələndi Bələncərdə. Anı götürürəm. Ərəblərlə Xəzərlər arasında olmuşdu. Yenə Bələncər döyüşü. Əməvilərin Avropalıların içərilərinə doğru hücumunun qarşısının alınması. Qərbi Avropaya hücumunun qarşısı alınır 732-də Fuatiyədə. Abbasilərin Bəz qalasını ələ keçirmək cəhdi puça çıxdı 80-də. Ərəb ordusu məğlub edildi bunların hər birində. Cavab olacaq 1C, 2D, 3AB, 4-də Y. Düzgün variantı deməli. 8-ci əsrin ortalarında xilafətdə hakimiyyətə gələn bu sülalə, yəni Abbasilər 750-də dövlətin ərazisini genişləndirmək siyasətini davam etdirir. Azərbaycanda və Şimali Qafqazda bir sıra hərbi əməliyyatlar keçirir. Tabe etdiyi ərazilərdə öz mənafələrinə uyğun olaraq sosial, iqtisadi və siyasi tədbirlər həyata keçirirlər. Haqqında bəhs edilən sülalənin, yəni Abbasilərlə Sasanilərin həyata keçirdiyi ümumi cəhətləri soruşur artıq. Ümumi cəhətlər o deməkdir ki, yəni bunların oxşarlıqlarını seçək. Əhalidən can vergisinin alınması, bəli, Abbasilər cizyə, Sasanilər gezid alırdı. Mövcud sülalənin hakimiyyətinə son qoyulması, deməli Abbasilər yox, Əməvilər Albaniyada Mehranilərə son qoymuşdu. 2-ni atıram. Vəqf torpaqlarının mövcud olması sadəcə Abbasiyə aiddir. Baş vermiş azadlıq mübarizəsinin yatırılması, deməli Abbasilərin dövründə baş vermiş azadlıq mübarizəsi. Xürrəmlər hərəkatı var idi Abbasilərin dövründə. Bu hərəkat yatırılır 837-ci ildə. Sasanilərin dövründə isə azadlıq hərəkatı yatırılması məsələsi. Yəni burada cavab əgər desəydik ki 1-4 belə bir variant olmadığına görə cavab olacaq yalnız 1. Yəni desəydik ki məzdəkilərlə xürrəmlərin oxşaracaqdır kimi elə də bir variant olmadığına görə cavabı götürək yalnız 1-i. Eylirvin diaqramına əsasən uyğunluğu müəyyənləşdirək. Babək, Cavanşir, Cavidan. Xürrəmlərin rəhbərlərindən olub Babəklə Cavidan. Ərəblərə qarşı mübarizə aparmışdı. Həm Babək, həm Cavanşir, həm də Cavidan. Sasanilərlə müttəfiq olmuşdu. Deməli, Sasanilərlə müttəfiq olmaq məcburiyyətində qalıb Cavanşir. Həmədan şəhərini ərəblərdən azad edib Babək 830-cu ildə. Əbülmiranla mübarizə aparıb Cavidan. Cavab olacaq 1D, 2C, 3Y, 4B, 5-də A. Uyğunluğu müəyyənləşdirək. Siyasi səbəblər, iqtisadi səbəblər, sosial səbəblər, xürrəmləri. Deməli, xürrəmlərin siyasi, iqtisadi, sosial səbəblərinə baxdıqda Dərbəddə ərəb ailələrinin yerləşdirilməsi. Bu nəyə siyasi səbəbdir ki? Bu yəqin ki, sosial səbəb olardı. Birincisi, ona görə A-nı atıram. Yerli feodalların idarəçilikdə təmsil olunması. Yerli feodalların idarəçilikdə təmsil olunmasında niyə şikayət eləsinək? Daha da sevinərdilər ki, Azərbaycanlılar təmsil edir də. Yerli feodal, yəni Azərbaycanlılar. Məmur özbaşınalığı amma düzgündür. Ərəblərin, yəni əsasən ərəb məmurlarının özbaşınalığından narazı idilər. Deməli, 1-də C-dir. İqtisadi səbəb, vəqf torpaqlarından verginin alınması. Vəqf torpaqlarının verginin alınması, belə bir şey yox idi. Ağır vergi siyasəti amma ola bilər. Təbii ki, bundan etiraz edərlər. Yerli feodalların imtiyazlarının genişləndirilməsindən narazı olmazlar, əksinə sevinərdilər. Sosial səbəblərə baxaq, köçmə siyasət, təbii ki, əhali ilə bağlı şeylərə sosial səbəblər deyə bilərik. Əhalini köçürüblər, ərəbləri Azərbaycana köçmüşdülər deyə narazı idilər. Əhalinin zorla ərəbləşdirilməsi,
belə bir narazılıqları yox idi. İdarəçilikdə yalnız ərəblərin təmsil olunması kimi bir şey də, yəni sosial səbəbə aid deyil, siyasi səbəbə aiddir. Cavab olur Y variantı. Xəlifə Muaviyyənin Cavanşirlə görüşəndən sonra etdiyi güzəştlər Albaniyanın daxili müstəqiliyinə toxunulmadı, vergiləri də 3/1 qədər azaltdı. 1-dən 3. 660-cı illərdə Cavanşirlə Xəzərlərin bağladığı sülh müqaviləsinin şərti. Albaniya Bizansa qarşı mübarizədə Xəzərlərə yardım etməli idi. Deməli, burada Bizansa qarşı mübarizədə belə bir şey yox idi. Xəzərlər bütün əsir qənimətləri geri qaytarmalı idi. Albanlar da, yəni Xəzərlərin asılılığını qəbul edirdi də. Cavab 122-də 2-dən 4-dür. 8-ci əsrə aiddir müsafirin üsyanı 748 düzdür. Xürrəmlərin xilafətə qarşı birinci üsyanı 778 düzdür. Ərəb dövləti 7-ci əsrdədir, yəni 630-da. Mehranilərin hakimiyyətin sona çatması 705-də də düzdür. Ktesifon döyüşü 637-də, atırım cavab 1-2-4. Ərəblə Xəzər döyüşləri hansılardır? 643 ərəblərlə Azərbaycanlılardır. Bələncər Ərəb-Xəzər 643-653. Savalan döyüşü Ərəb-Xəzərdə 731-ci ildə. Həştəslər ərəblərlə xürrəmlərdə atıram. Kadisiya isə deməli ərəblərlə Sasanilər arasındadır. Atıram cavab olur 2-dən 3. Ərəb dövlətinin Sasani dövləti arasında baş vermişdi. Kadisiya 636-da, Ktesifon 637-də, Bələncər Ərəb-Xəzərdir deyə atıram, Həştəslər Ərəb-Xürrəmdir deyə atıram, Savalan dağı yaxınında döyüş Ərəb-Xəzərdir deyə atıram, cavab 1-3. Azərbaycanda yerli feodal əyanların ərəb istilaçlarına qarşı azadlıq mübarizəsinə qoşulmasının səbəbi hakimiyyətlərin əllərindən çıxması təbii ki, ərəblər gəlib bunların yerinə keçir. Bütün mülklərdə, deməli, bütün mülklərinin əllərindən alınması, təbii ki, bütün mülkləri əllərindən alınmamışdı. 2-ni atıram. Mülkləri və imtiyazları sadəcə məhdudlaşdırılmışdı, yəni azalmışdı. Onlar ərəb ordusunda hərbi qulluğa çağırılması heç bir narazılığa səbəb olmamışdı. Cavab 1-dən 3-dür burada. 600-cü illərdə nələr olmuşdu? Sasani müstəqilinə son qoyub 651-də. Cavanşir sui-qəsd nəticəsində öldürülüb 681-də. Həştəslər döyüşləri 829-836-da. Xürrəmlərin xilafətə qarşı ilk üsyanları 778-dir. Kadisiya isə 636-cı ildədir. Cavab olur 1-2-5. İkinci Bələncər və Savalan dağı yaxınında döyüşlərin oxşar cəhəti. Hər ikisində Xəzərlər deməli qalib gəlmişdi. 3-ü götürə bilərəm və ərəblərlə Xəzərlər arasında baş vermişdi. 2-ni də götürürəm 2-3. Birinci Bələncər və Savalan döyüşlərinin oxşar cəhəti Xəzərlərin ərəblər arasında baş verməsi və Xəzərlərin qalib gəlməsi 2-dən 3 düzgün variantdır. Xəlifə Muaviyyənin Cavanşirə güzəştə getməyə məcbur etdi. Albaniyanın əlverişli coğrafi strateji mövqeyi və Cavanşirin şəxsi nüfuzu, yəni 1-dən 3 düzgün variantdır. Ərəb xilafətinə qarşı birlikdə vuruşmuşdular. Sasanilər, Albanlar, bəli, bu misal üçün Kadisiya döyüşünü götürmək olar. Xəzərlərə qarşı müttəfiq olmuşdular. Abbasilərlə Albaniya, xeyr. Yəni, Albaniya heç Abbasilər xilafətini görməyib. Roma imperiyasına qarşı müttəfiq olmuşdular. Albaniya ilə Bizans. Albaniya ilə Bizans demək, Albaniya ilə Roma deyə üçü atıram ona görə. Çünki Bizans hələ yox idi Amid-Dizrav döyüşündə. Axın dövlətinə qarşı müttəfiq olub Göytürkdən Sasani 567-ci ildə. Bu da düzdür. Cavab olur 1-dən 4. Babəki Cavanşirdən fərqləndirən cəhətlər nələr idi? Abbasilər xilafətinə qarşı mübarizə aparmaq. Bəli, Babək Abbasini görüb, çünki Babək 837-ci ilə qədər olmuşdu. 816-dan 837-yə. Abbasilərdə 750-dən 1258-ə. Amma Cavanşir 642-681-ci illərdə olmuşdu. Abbasini heç görməyib, Əməvini görüb. Deməli, Babəki aid olanları seçməliyim. 8-ci əsrdə mübarizə aparması, xeyr. Babəkin özü 798-də doğulub. Babək 9-cu əsrdə mübarizə aparmışdı. Xürrəmlər hərəkatına rəhbərlik etməsi, bunu da götürə bilərəm. 816-da Əməvilərlə diplomatik münasibətlərin qurulması Cavanşirə aid olardı. Sasanilərlə müttəfiq olmaqda heç birinə aid deyil. Cavab 1-dən 3. Sasani dövləti və Ərəb xilafətinin Azərbaycanda bağlı yeridiyi siyasətlərin ümumi cəhəti öz dövlətlərinin əhalisini buraya köçürmək. Bəli, etnik dayaq yaratmaq məqsədi ilə əhali köçürməsini hər ikisi də etmişdi. Deməli, daha sonra baxırıq, şimal sərhədlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bu hamısına aiddir. Çünki Dərbənd dedik ki, qapıdır da, Babül Əbvab deyirdi ərəblər buna. Yəni, qapı rolunu oynadığına görə bütün xarici hücumlar bu ərazidən olurdu. Dərbənd əhalisi vergidən azad etmək sadəcə ərəbə aiddir. Əhalidən can vergisi Sasanilərdə gezid, ərəblərdə cizyə alınır, ikisinə də aiddir. Xidmət müqabilində iqta torpağı sadəcə ərəbə aiddir.
Xilafətin Azərbaycanda inzibati idarəetmə sistemi üçün xarakterlidir. Təbil və Bərdənin canişinliyin iqamətgahı olması, bunu götürə bilərik. Əvvəlcə Dəbil, sonra Bərdəyə köçürülür. Azərbaycanın şimal sərhədlərinin Dərbənddən başlaması. Deməli, xilafətin dövründə Azərbaycanın şimal sərhədləri ilə təbii ki də Dərbənddən başlayırdı. Bütün Azərbaycanı əhatə edir. Dərbətdən Həmədana qədər. Ərdəbil şəhərinin Cənubi Azərbaycanın mərkəzinə çevrilməsi. Belə bir şey yox idi. Yəni, inzibati idarəetmə sisteminə aid deyildi. Mahalların əmirliklərə bölünməsi yox. Əmirliklər mahallara, mahallar məntəqələrə, məntəqələr kəndlərə bölünürdü. Cavab olur 134-cü sualda 1-dən 2. 135-ci sualda deyir, xilafət dövründə ticarəti canlandırmaq məqsədilə həyata keçirilir. Ticarətlə bağlı təbii ki, dolar pul islahatı. Qeyri-müsəlman təbəələrindən olan həmçinin müsəlmanlardan 5% rüsum alınırdı, xaricilərdən də 10% alınırdı. İkini də götürək. Qəlb pullarının kəsilməsinə qarşı ciddi mübarizənin aparılması. Qəlb pullardansa ərəblər öz pullarından istifadə edirdi. Dirhəm və dinardan. Cavab olur 1, 2, 3. Müsəlman təbəələrin gömrük rüsumundan azad olunması deyilən bir şey yox idi. Dedik ki, həm müsəlman, həm də qeyri-müsəlmanın 5% rüsum verirdi. Əhalinin siyahıya alınması 725-ci ildə idi. Bunun da heç ticarətlə əlaqəsi yox idi. 136-ya baxaq. Verilmiş ifadələrin hər ikisi xəritədəki hansı şəhərlərin ümumi cəhətdə xilafət tərəfindən ərəb hərbi dəstələri yerləşdirilmişdi. Xürrəmlər hərəkatı zamanı Babək tərəfindən azad edilmişdi. Burada 4-də və 5-də Beyləqanla Bərdə yerləşir. Beyləqan 5-dədir, Bərdə də 4-dədir. Ona görə 4-5. Burada ərəb hərbi dəstələri yerləşdirilmişdi. Başqa harada yerləşdirilmişdi? Dərbənddə, Dəbildə, Ərdəbildə, dedik Bərdə ilə Beyləqanda, Təbrizdə, Tiflisdə. Xürrəmlər hərəkatının baş verdiyi illərə uyğun gəlir. Xürrəmlər 778-837-dir. Uyğur dövləti 744-dədir. 842-yə qədər ona görə bir uyğun gəlir. Almaniya krallığının yaranması 843-dədir. Amma Xürrəmlər 837-də dağılmışdı. Fransa krallığı dedik 843-dədir bu da. Frank dövləti özünün ən güclü dövrünü yaşayıb 800-cü illərdə bu aid ola bilər. Justinian işğalçılıq siyasəti yürütməsi 527-565-dir. Bunu da atıram, cavab olur 1-dən 4. Xürrəmlər hərəkatının baş verdiyi illərə uyğun gəlir. Böyük Karl imperator elan olunub. Xürrəmlər 778-837-dir. Böyük Karlın imperator elan olunması 800-cü ildir. Muğal xaqanın hakimiyyətə gəlməsi Göytürk dövlətinə aiddir. Bu da 553-cü ildədir. Bu ola bilməz 2-ni atdım. Uyğur dövləti mövcud olmuşdu, amma 744-dən 842-yə qədər. Fransa krallığının yaranması 843-də atıram. Karl Martelin ərəblər üzərində qələbə qazanması 732-ci il Poitiers döyüşündən söhbət gedir. Bunu da atıram, cavabı 1-dən 3. Xürrəmlər hərəkatı üçün xarakterik əlamətləri müəyyənləşdirir. Əməvilər xilafətin zülmünə qarşı yox, Abbasilərə qarşı idi. Bir addım. Xəlifə Möhtəsim dövründə yatırılıb, düzdür. Babəkin rəhbərliyi ilə başlaması yox, Cavidanın Əbu İmrana aiddir. 3 atıram. Həmədan döyüşlərində ərəblərin məğlub edilməsi. Həmədan döyüşlərində sözünə görə yanlışdır. Çünki 833-də ərəblər qalib gəlmişdi. 830-da məğlub olmuşdular. 4 atıram. 8-ci əsrin 2-ci yarısında başlayıb, bəli, 778-də cavab olur 2-dən 5. Xürrəmlər hərəkatı üçün xarakterik amilləri müəyyənləşdirir. Abbasilər xilafətin zülmünə qarşı çevrilir, bəli. Əməvi tərəfindən yatırıla bilməz, çünki Əməvini heç görmür. 9-cu əsrin 2-ci 10 ili ilə Babək rəhbərlik edir, bəli, 816-da. Onda 3 götürürük əksinə. Deməli, 3-ü götürdük. Həmədan yaxınında baş vermiş döyüşlərdə ərəblərin məğlub edilməsi. Həmədan döyüşlərində yox. Desəlik ki, bir dənə Həmədan döyüşü, onu düz olardı. Çünki birində ərəblər məğlub olur, birində qalib gəlir. Ona görə atıram. Həştədsər döyüşlərində Afşin rəhbərlik etdiyi ərəb qoşunlarının məğlub edilməsi. Həştədsər 1829-dadır, 1836-da. Afşin 835-də gəlib. Deməli, birini görüb, birini yox. Ona görə 140-cı sualda 5 də yanlışdır. Cavab olur 140-da 1-dən 3. Xəritədə ulduzla verilmiş şəhərin erkən feodalizm tarixinə aid xüsusiyyətləri müəyyənləşdirək. Ulduzla verilib Bərdə. 8-ci əsrdə Haşimlər sülaləsi tərəfindən idarə olunub. Bu yanlışdır. Xürrəmlər hərəkatının keçişində ərəblərdən azad olunub. Bəli, Bərdədir, Sünikdir. Bu ərazilər işğaldan azad olunmuşdu. 10-cu əsrin ortalarında Slavyanlar tərəfindən qarət olunub. Düzdür, bu da 944-cü ildə Şəhidlərin paytaxtı da Gəncə olmuşdu deyə atıram, cavab olur 2-dən 3.
Deməli, 142-ci suala baxırıq. Deyir ki, xronoloji ardıcıllıq 643-cü ildə birinci Bələncər döyüşü. Elə bir dəfəyə həll edək. Kadisiya 636-cı ildə idi. 636, onda birinci bunu yazıram. Sonra birinci Bələncər 643-dədir. 1 yazıram. Xilafət Albaniyanın daxili müstəqilliyini ləğv etdi 705-də. 3-ü götürürəm. Xürrəmlərin ilk çıxışlarda baş verdi 778-də. 4-ü də ən sonda götürə bilərik. Burada da eyni şəkildə xronoloji ardıcılığı müəyyənləşdirək. Məzdəkilər hərəkatının başlanması 481-ci il. Birinci götürək 2-ni. Sasani dövlətinin süqut etməsi 651-ci ildə. Sonra götürək 1-i. Xürrəmlərə Babək başçılıq edir 816-cı ildə. 3-ü götürək. Birinci Həşdəsə 829-da, sonda da götürək 4-ü. Xronoloji ardıcılıq ərəblərin Mehranilər sülaləsinin hakimiyyətinə son qoyması 705-də, məzdəklərin son çatması 529. Birinci bunu götürək 2-ni. Sonra Cavanşir xəlifə Muaviyyə ilə görüşür 667-ci ildə, 4-ü götürürəm. Sonra Mehranlərə son qoyulur 705-də, 1-i götürürəm. Sonunda da Xürrəmlər hərəkatı başlayır 778-də, 3-ü götürürəm. Yenə xronoloji ardıcılığı soruşur. Kadisiya döyüşü. Deməli, 636-cı ildə birinci 2-ni götürürəm. Cərmidan 643-cü ildə, sonra 4-ü götürürəm. Cavanşir sürgəsindən öldürülür 681-ci ildə, 3-ü götürürəm. Ərəblər Albaniyanın daxili müstəqilliyinə son qoyur 705-ci ildə, 1-i götürürəm. Mehranilərin hakimiyyətə gəlməsi. Deməli, burada da illəri düzəndə birinci məzdəklər yatırırlar 529-cu ildə, 2-ni götürük. Sonra Mehranilər 630-cu ildə hakimiyyətə gəlsin. Xürrəmlər hərəkatı başladı 778-də. Şirvanşahlar yarandı 861-də. Cavab olur 2, 1, 3 və 4. Xronoloji ardıcıllıq Kadisiyə 636, Amid 359, Çavalan 731, Dizraf 371. Birinci Amidi götürərəm 359-da, sonra Dizraf 371-də, sonra Kadisiyə 636-da, sonra da Çavalan 731-də. Cavab olur 2, 4, 1, 3. Xronoloji ardıcılığı müəyyənləşdir. Əməvlərlə Albaniya arasında diplomatik münasibətlər 667. Bizansla ittifaq 654, Cərmidan 643, Savonda 731. Burada cavab olacaq. Birinci Cərmidan 643, 3, sonra 2, 654, sonra 1, yəni 667, sonra da Savon 731-ci ildə 4 cavab olur. 3, 2, 1, 4. Yenə xronoloji ardıcılıq. Savon dağı döyüşü 731. Xürrəmlərin ilk üsyanı 778. İsfəndiyarla ərəblər arasında sülh müqaviləsi 600, deyək ki, 40-cı illərdə. Albaniya dövlətçiliyinin tamamilə son qoyulması 705-dədir. Onda birinci götürərəm 3-ü. Məsələn, 643-cü il. Sonra Albaniyaya son qoyular 705-də. Sonra Savon döyüşü 731-də olar. Ardından da Xürrəmlərin ilk üsyanı 778-də. Cavab olur 3, 4, 1, 2. Mülk feodalların torpaqlarından alınan vergidir. Deməli, bunların ikisi də torpaq olduğuna görə vergi anlayışını ümumiyyətlə atırıq. A-nı atdım. Xidmət müqabilində ayrı-ayrı şəxslərə verilən şərti torpaq iqtaydı. B-ni atdım. Elxani hökmdarları və xan nəslinə mənsub torpaqlar incuydu. Bunu da atdım. Dini dairələrə məxsusdur. Vəqf. D. Feodalların iz torpağı idi. Mülk. Y. 1-Y, 2D düzgün variant. Dini dairələrə məxsus torpaqlardan yığılan vergi idi. Burada vergi dediyinə görə yanlışdır. Vergi yox, torpaq idi. Xidmət müqabilində ayrı-ayrı şəxslərə verilən şərt torpaq mülkiyyəti iqta. B-ni götürərəm iqtaya. İcarəyə verilə bilməzdi. Hər ikisi icarəyə verilir deyə C-ni ümumiyyətlə atırıq. Dini dairələrin məscidlərin ixtiyarında olan torpaqlar vəqfdir. D-ni götürürəm. 3-cü, 6-cı əsrlərdə heç bir mövzu olmayıb. Ərəblər 7-ci əsrdən sonra var deyir. Yeni də atırım. Cavab olur 1D, 2B. Xərac cizyə, yerli feodallara məxsus torpaqlar, bu mülk olmalıydı. A-nı atıram. Xəracla cizyə vergi ümumiyyətlə torpaq ola bilməz. Sasani dövründə əhalidən alınan vergi, Sasani yox, ərəblərin dövründə idi. Atıram. Xilafət dövründə Azərbaycanda müsəlman olmayan kişilərdən alınan can vergisi cizyə. C-ni götürürəm buna. Hərbi xidmətə çağırılan xristianlardan alınan vergi. Deməli, xristianlardan alınan vergi bunun heç birinə aidiyyatı yoxdur. Xilafət dövründə Azərbaycanın torpaqdan istifadə əvəzinə alınan vergidə xəracdır. Y-də birinciyə aiddir. Cavab olur 1Y, 2-də C.
Xilafət dövründə meydana gəlmiş torpaq sahibliyi forması. Dastakert Sasanilərdədir, amma Vəqf xilafətdədir. Ona görə A-nı götürürəm. Ərəb xilafətində hərbi xidmətə görülə verilən torpaq iqta. Sasani dövründə məscid mədrəsələrin ixtiyarında olan. Məscid heç Sasani dövründə yox idi axı. Çünki məscid İslam dininə aiddir, bu da ərəblərdədir. 5-6-cı əsrlərdə mövcud olub Dastakert. Albaniyada xidmətə görə verilən, deməli, xidmətə görə verilən torpaqda bunun heç biridir. Cavab olur 153-də 1A, 2-də D. Deməli, cizyə ilə xostaka baxaq. Xilafət dövründə can vergisi olması cizyə. Azərbaycanda 3-7-ci əsrlərdə kəndli təbəqəsi deyil bunlar. Biri vergidir, biri torpaq. Sasani dövlətində şəxsi torpaq. Şəxsi torpaq Dastakertdir. Şərti torpaq xostakdır. C-ni atdım. Sasani dövlətinə dedik ki, şərti torpaq xostakdır. D-ni də götürə bilərəm. Məhsul vergisi bu vergi deyildi. Vergi bizdən cizyədir, o da ərəblərə aiddir. Yeni də atdım. 460, 560 və 660-cı illər. 1-ci Xosrov Albaniyanı məzbanlar vasitəsilə idarə edir. 1-ci Xosrov 531, 579-dadır. Albaniyada məzbanlar tərəfindən 516-129 olduğuna görə bu aiddir. Deməli, 531 2-yə A. Albaniyanın ərəb xilafətinə qarşı mübarizədə Sasani ilə müttəfiq olması. Sasani ilə müttəfiq olmaq məsələsi də, yəni bunların heç birinə aidiyyatı yoxdur. B-ni atıram, çünki yəni ərəb xilafəti olanda söhbət 7-ci əsrdən gedir. 7-ci əsrin 60-cı illərində də Sasani dövləti yox idi, ona görə B getdi. Albaniya ilə ərəb xilafəti arasında münasibətlər diplomatik yolla nizama salınır 667-ci ildə. Hunlarla mübarizə nəticəsində 2-ci Vaçenin hakimiyyətdən əl çəkməyə məcbur olması 462-ci ildə. Albaniya hökmdarı Cavanşirin Xəzərləri məğlub etməsi. Bu da olur 662-ci ildə. Cavab olur 1D, 2A, 3-də C-Y. 156-ya baxaq. 5-ci əsrin 60-cı illəri, 6-cı əsrin 60-cı illəri, 7-ci əsrin 60-cı illəri. Albaniya hökmdarı Cavanşir Abbasilərlə yox, Əməvilərlə diplomatik danışıq aparardı. A-nı ümumiyyətlə atıram. Xəzər xəqaninin Cavanşir arasında sülh müqaviləsi 664-cü ildə. Sasani şah tərəfindən Albaniyada 2-ci Vaçenin hakimiyyətinə 463-cü ildə son qoyulmuşdu. Xəlifə Muaviyyənin Albaniya hökmdarı arasında danışıqların aparılması 667-dir. Albaniya ərazisi Sasani şah Xosrovun hakimiyyəti altındaydı 531-579-cu illərdə. Onda 60-cı illərdə bu isə daxil olmuşdu. Cavab olur 1C2, 3-də B-dir. 157-yə baxaq. Azərbaycanda Əməvilər dövrünün vergi siyasəti, Abbasilərin vergi siyasəti. Deməli, deyək ki, əhali və əmlaki siyahıyanında Əməvilərin 725-ci il Əməvilərin dövrünə düşdüyünə görə A variantı Əməvilərə aiddir. Xərac məhsula görə deyil, torpaq sahəsinə görə toplanmağa başlanması. Bu, aid olmalıydı Abbasilərin dövrünə. Yəhudilərdən can vergisinin alınmaması. Deyək ki, Yəhudilərdən can vergisi. Əksində müsəlman olmayan hər kəsdən can vergisi alınırdı deyə B-ni atıram. Vergiləri ödəyə bilməyənlərin övladlarının qula çevrilməsi Abbasilərə aiddir. Əkilməyən torpaqlardan xərac alınmasının dayandırılması Əliyə aiddir, İmam Əliyə. Yəni, Xəlifə Əlinin dövrü də Xəlifələr dövrünə aiddir deyə 1A, 2 isə C-D olur. Belə zabitlikdə, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.